Salam uşaqlar, bugünkü dərsimiz mol maddə miqdarıdır. Bu dərs tam riyaziyyatla bağlı, yəni uşağın öz düşüncəsi olmalıdır, ilk anlayışla bağlıdır. Maddə miqdarının vahidi moldur. Hər bir şeyin öz ölçü vahidi var da, yəni kütlənin ölçü vahidi qram, kiloqramdır, uzunluq metr, santimetr, həcm litr, metr kubu və s. Sahə metr kvadratı, yol S-lə işarə edilir, metr. Yəni bu şəkildə maddə miqdarının da vahidi moldur və işarəsi nüdür. Dediyim kimi fizikada keçəcək ki, kütlə M-dir, sahə S-dir, təcil A-dır. Bunlar orada keçiləcək. Bizə lazım olan maddə miqdarının işarəsi nü ilə işarə edilir. Mol qarşıda yazılan əmsaldır. İlk anlayışda keçmişik. Məsələn, burada desək ki, suyun əmsalı neçədir? Əlbəttə 2. Suyun molu neçədir? Əlbəttə 2. Qarşıda yazılan əmsaldır, həcmdir və molu göstərir. 3 mol oksigen yazacağıq. 3 O2, axı oksigen 2 atomlu bəs maddədir. 4 mol azot yazacaq ki 4 Yəni qarşıda yazılan ədəd moldur, əmsaldır və birləşmədəki bütün atomlara aiddir. Bu ilk anlayışlar dərsidir. İndi keçirik nəyə? İndi keçək molyar kütlə və molyar həcm anlayışı. Molyar həcm. Molyar kütlə nədir? Molyar həcm nədir? Bax, molyar kütlə, sonda kütlə deyirəm. Maddənin 1 molunun kütləsi molyar kütlə adlanır. Cümləyə bir də baxın. Maddələrin 1 molunun kütləsi molyar kütlə adlanır. Məsələn, desəm ki, suyun molyar kütləsi neçədir? Yəni bunun 1 molunun kütləsi də bir yazılmır qabağına. Bunun 1 molunun kütləsi ilə mR deməkdir də. 1 vur 2 üstə gəl 16. Suyun 1 molunun kütləsi, yəni molyar kütləsi 18-dir. Oksigenin molyar kütləsi neçədir? 16 vur 2, 32-dir. Azotun molyar kütləsi neçədir? 14 vur 2, 28-dir. Yəni molyar kütlə nədir? Maddələrin 1 molunun kütləsi molyar kütlə adlanır. Molyar kütlə M ilə işarə edilir və nə deməkdir? mR deməkdir də. 1 molunun kütləsi ilə mR deməkdir. Molyar həcm nədir? Bu da həmçinin qazların 1 molunun həcmi molyar həcm adlanır və Vm ilə işarə edilir. Axı həcm V ilə işarə edilir. Vm ilə işarə edilir. Bu da 22,4 litrə bərabərdir. Deməli, qazların istənilən qazın 1 molunun, istənilən qazına, imенно qazdan danışırıq biz. İstənilən qazın 1 molunun normal şəraitdə tutduğu həcm 22,4 litrə bərabərdir. Normal şərait bəs nə deməkdir? Normal şərait 0 dərəcə Selsi deməkdir və 1 atmosfer təzyiqi deməkdir. Deməli, bütün maddələrin 1 molunun kütləsi molyar kütlə adlanır. Amma molyar həcm qazların normal şəraitdə 1 molunun tutduğu həcm molyar həcm adlanır. Vm ilə işarə edilir. Molyar həcm nəyə bərabərdir? 22,4 litrə. Yəni, məsələn, 2 mol qazın həcmi neçə litrdir? Təbii ki, 1 mol 22,4 litrsə, 2 molu 44,8 litrdir. Və yaxud deyilir, 2 mol azot qazın həcmi çoxdur, 2 mol oksigen qazının. İstənilən qazın 1 mol 22,4 litrdirsə, istənilən qazın 2 molu 44,8 litr eləyəcək. İstənilən qazın 3 molunun həcmi də 3 vur 22,4, yəni 67,2 litr eləyir. Bir sözlə, bütün qazların mR-dən asılı olmayaraq oksigen və hidrogen istənilən bir qaz olsun da, istənilən qazın 1 molu 22,4 litrdir. Deməli, istənilən qazın 2 molu 44,8 litrdir. Amma demək olmaz ki, suyun 2 molu 44,8 litrdir demək olmaz. Bilirsiniz niyə? Çünki bütün qazların 1 molu 22,4-dür. Ona görə də bütün qazların 2 molu 44,8-dir. Axı mayelərdən danışmırıq. Mən demirəm ki, bütün maddələrin 1 mol 22,4-dür. Yox, qazın. Maye adını çəkmirəm. Ona görə də suyun 1 molu 22,4 litr olmadığına görə 2 molu da 44,8 litr deyil. Bir də qazların normal şəraitdə tutduğu həcm budur, ha. Söndür. Normal şəraitdə tutduğu həcm budur. Yəni normal şərait o deməkdir ki, 0 dərəcə və 1 atmosfer təzyiqi deməkdir. Bir də var Avogadro sabiti, Na ilə işarə edilir. Avogadro sabiti Na ilə işarə edilir. Na nə deməkdir? Na 6,2 vur 10 üstü 23 say deməkdir. Bu nə deməkdir?
İstənilən maddənin fərqi yoxdur da, bərk maye qaz. Bir dənə molyar həcm deyəndə qaz deyirik ki, bütün qazların molyar həcmi 22,4 litrdir. Amma bütün maddələrin istənilən maddənin 1 molunda Na qədər molekul var. Molekul, yəni 6,2 sayda molekul var. Deməli, istənilən maddənin 2 molunda neçə molekul var? 1 molunda 1 Na qədərdirsə, 2 molunda 2 Na qədər molekul var. 2 Na qədər molekul nə deməkdir? 2-ni vuracağıq 6,2 vur 23-ə. Riyaziyyatdan da bilərsiniz ki, bunu bura vuranda eləyir 12,4 vur 23. Deyək ki, cavabı belə, buna baxmırsınız. Deyək ki, cavabı belə tapdınız. Cavabda bu yoxdur. Riyaziyyatdan bilməlisiniz ki, bunu ola bilər 10 dəfə azaltsınlar. 1,204. Bunu 10 dəfə azaldanda buranı 10 dəfə artırırıq. Bu 23 sıfırdır. 10 dəfə artırmaq 24 sıfır deməkdir. Yəni bu ilə budur. Cavabda bunu görməsəniz şaşırmayın da. Bunu 10 dəfə azaldıb buranı 10 dəfə artırıblar. İstənilən maddənin 1 molunda Na qədər molekul var. Na da 6,2 vur 23 sayda molekul deməkdir. Molekula, atom demirəm. İstənilən maddənin 2 molunda 2 Na qədər molekul var. 3 molunda 3 Na qədər molekul var. Yəni 18,6 vur 23. 23. Amma atom fərqlidir ha. Məsələn deyirəm ki, 1 mol suda da 1 yazmayaq qabağına. Neçə molekul var, neçə atom var. İstənilən maddənin 1 molunda 1 Na qədər molekul var. 1 Na nə deməkdir? Molekulun sayı, yəni 6,2 vur 23 sayda molekul var. Bəs 1 mol bu maddədə neçə atom var? Cəmi atomların sayı 3 demirik. 3 Na qədər atom var. 3 Na nə deməkdir? 3 vur 6,2 vur 23. 3-ü də 6,2-yə vuranda eləyir 18,6 vur 23-ü də yanına yazırıq. Sabah testdə bu cavabı görməsəz, bu azaldılmış veriləcək 10 dəfə, bu artırılmış 24 şəklində yazılacaq. Demək ki, bildik ki, qısası deyək, molyar kütlə nədir? Maddənin 1 molunun kütləsi molyar kütlə adlanır. Bütün qazların, istənilən qazın 1 molunun həcmi normal şəraitdə 22,4 litrdir. İstənilən maddənin 1 molunda, bu qazlara aiddir. Amma bu hamısına uyğun. Bütün maddələrin 1 molunda Na qədər molekul var. Amma atom belə deyil, atom içindəkilərə baxırıq. Bu Na-dakı 6,2 vur 23 sayda deməkdir. Necə ki, riyaziyyatdan pi 3,14 olduğunu bilirsinizsə əzbərdə, biz bunu da əzbər bilməliyik ki, istənilən maddənin 1 molunda Na qədər molekul var, 1 mol həcmi, qazların həcmi 22,4 litrdir. İndi buna uyğun məsələlərə baxaq. Qısaca deyək ki, həcmin altından həcm yazılar, kütlənin altından kütlə yazılar, nə bilim, molekulun sayının altından molekulun sayı yazılar. Başqa nə demək? Molun altından mol yazılar. Bax, molun altına nə yazılar? Mol. Molekulun altına nə yazılır? Molekul. Kütlənin altına nə yazılır? Kütləsi. Həcmin altına nə yazılır? Reaksiyadakı həcmi. İndi bu nə deməkdir? Baxın, elə uşaqlar var, beyində çevirə bilmir, tənasüblə öyrədəcəm. Eləsi də var ki, elə məntiqlə daha yaxşıdır. Bir də bir şey deyim. Maddə miqdarını tapmaq üçün, qısaca baxın, maddə miqdarını tapmaq üçün hər hansı bir kütlə verilibsə, həmin kütləni maddənin emirinə bölməklə maddə miqdarını tapırıq. Yəni, emi emirə bölməklə. Və yaxud molekul sayı verilibsə, molekul sayını bildiyimiz molekul sayına bölmək lazımdır. Və yaxud başqa nə dedik? Hər hansı bir həcm verilibsə, həcmi bölməliyik molyar həcmə. Baxın, bir də deyirəm, mol necə tapılır, nü necə tapılır? Nünü tapmaq üçün verilən kütləni bildiyimiz kütləyə bölürük. Verilən molekul sayını bildiyimiz molekul sayına bölürük. Yəni 6,2 verilən həcmi bildiyimiz həcmə bölürük. Yəni VM-ə. VM nə deməkdir? 22,4 litr deməkdir. İndi məsələn bizə verilir ki, deyək ki, 44,8 litr məsələn CH4 neçə moldur? Tənasibin qurma yoluna birinci baxaq. 44,8 litr CH4 neçə moldur? Litrin altından bayaq yazmışıq axı, litrin altından litr yazarım. Litrin altından hansı litr yazaram? Bildiyim litri yazaram da 22,4 litr. Molun altından nə yazaram? Bax, metan özü 1 moldur da, yəni qabağına heç nə yazılmayıb. Deyirəm ki, bu 1 moldur.
Tənasibdir, kənar ədlər aslı, orta ədlər aslında bərabərdir. X-a doğru çıxmalıyıq. Riyaziyyatdan 2 dəfə artım var. Burada da 2 dəfə artım eləyəcəyik. Bu elədi 2 mol. Amma neynirəm tənasib qrup? Asan yoluna baxın. Həmişə birinci mola çevirin. Metan verilib. 144,8 litr metan neçə moldur? Deyirəm ki, litr verilib də. Mənə verilən litr, verilən həcmi bildiyim həcmə bölmək lazımdır. Yəni 44,8 litr verilibsə bildiyim həcm neçə litr? 22,4. Bunu buna bölməklə təbii ki 2 mol olduğunu tapa bilərik. Və yaxud verilir ki 67,2 litr oksigen neçə qramdır? Baxın, nə deyir elə də yazıram. 67,2 litr oksigen neçə qramdır? Litrin altına bildiyim litri yazaram. Bildiyim litrdəki V 22,4 litr. Qramın altına da bunun bildiyim qramın yazaram da 16 vur 2, 32 qram. 3 dəfə artıb, 3 dəfə artıb cavab eləyər 96 qram. Başqa bir yolu tənasib qurmadan eləyək. 67,2 litr oksigen. Deyirəm, oksigen yazdım. 67,2 litr nə deməkdir? 67,2 litri mola çevirək. Mola necə çevirəm? Verilən litri bildiyim litrə 22,4 litrə bölərəm. Bu eləyir 3 mol. Deməli, oksigen 3 moldan gedir söhbət. 67,2 litr 3 moldur. Axı 22,4 litr 1 moldur. 67,2 litr neçə moldur? Verilən litri bildiyimiz litrə bölürük. Eləyir 3 mol. Məndən nə istəyir? Molu istəmir. Deyir neçə qramdır? Qram nə idi? 16 vur 2, 32. 32-ni də vur 3-ə 96 qram. Və yaxud 10 mol hidrogen neçə qramdır? Deyirəm 10 mol, elə bir tənasib qurmayaq heç bunu, asan. 10 mol hidrogen. 10 mol hidrogen nə deməkdir? Hidrogen 10 mol olmalıdır. Deyirəm bu 10 molda qabağına yazıram 10 mol. Axı mol qabaqda yazılır. 10 mol hidrogen neçə qramdır? Qramı nə var ki tapmaq? 2 vurun 20 qramdır. Molu yazdım qabağa. İndi mənə deyir 10 qram hidrogen. 10 qram hidrogen olması üçün bu 2 qramdır. 10 qram olması üçün nə etməliyəm? 5 yazmalıyam da. 10 qram hidrogen neçə moldur? Oldu 5 mol. 10 mol hidrogen desək molu qabağa yazırıq. Neçə qramdır? 20 qram. 10 qram hidrogen bunu buna qramını bura vuranda 10 qram eləməlidir. Demək ki, söhbət 5 moldan gedir. Və yaxud məsələn mənə deyir ki 36 qram suda. Heç tənasib da qura bilərik, qurmaya da. 36 qram suda. Deyirəm 36 qram su neçə moldur görəsən? Həmişə ən asandır mola çevirməkdir. Bu 18 qramdır. 36 eləməsi üçün nə etməliyəm? 18-i 2-yə vurmalıyam da 36 eləsin. Və yaxud belə də deyə bilərəm. 36 qram su, deyirəm 36 qram neçə moldur? 36 qram verilib də, qramı bildiyim qrama bölüm. 36-nı 18-ə bölüm. Verilən qramı bildiyim qrama bölürəm. 36-nı 18-ə böləndə eləyir 2 mol. Sual verilir ki, 36 qram suda, yəni mola çevirdim ki, 2 mol suda neçə molekul və neçə atom var? Mən deyirəm, istənilən maddənin 1 molunda 1 ena qədər molekul var. Molekul. 2 mol nə qədərdir? Yəni 2 ena qədər molekul var. 2 vur 6 tam %2, 10 23. Onu da cavab eləyəcək. 12 tam %4, vur 10 23 sayda molekul var. İndi bizə deyir ki, 2 mol suda neçə atom var? Deyirəm, 1 mol suda atom deyəndə içindəkilərə baxır axı. 1 mol suda neçədən atom var? 3 Na. Molekul desəm 1 mol suda, istənilən maddənin 1 molunda istənilən maddədə 1 Na qədər molekul var. Atom deyəndə içindəkilərə baxıram. 1 mol suda 3 Na qədər atom var. 2 mol suda neçə atom eləyər? 6 Na qədər. Yəni 6-nı 6 tam %2-yə vururuq. Eləyir 36 tam %12. Vur 10 23-ü də yanında. Testdə bu cavab olmasa, bu azaldılsa 3 tam 612 yazılsa, azaldılsa bura 24 olmalıdır. Bunlar yəni tam riyaziyyatla bağlı olan hissələrdir. İndi məsələn, mənə bir var sual verilir ki, uşaqlar. 2 mol, bax hər cür yazaq bunları. Deyər ki, 2 mol su, mol da qabağa yazılır. 2 mol su neçə qramdır? Deyir, neçə qramdır? Deyirəm ki, bu 1 mol su neçə qramdır? 2 üstə gəl 16. 18, vur 2. Bu 1 mol su 18 qramdır da. Qabağını 2 yazsam, 2 mol su neçə qram eləyəcək? 2 vur 18, 36 qramdır. Bu 2 mol verilib. İndi sualı belə verirəm. 2 molekul su neçə qramdır? Neçə qramdır? Burada verilmişdi ki, 2 mol su neçə qramdır? Deyirəm ki, 2 mol deyəndə qabağına yazmalıyam da 1 mol 18 isə 2 mol 36 qramdır.
Amma 2 molekul su neçə qramdır? Onda nə deyəcəm? Birincisi düşünürəm ki, 2 mol su neçə qram elədir? 2 və 18 36 qram. Bu 2 mol suyun kütləsi 36 qramdır. Molekul adı gələn kimi molekula bölün. 36 böl Na. 2 mol suyun kütləsi 36-dır. 2 molekulun kütləsi. Molekul adı gəldi. Bölün Na-ya. Və yaxud 2 mol suda cəmi neçə atom var? Cəmi neçə atom var? Deyirəm ki, 2 mol suda, 1 mol suda neçə dənə atom var? 1 mol suda 3 Na qədər atom var. 2 mol suda 3-ü 2-yə vuranda 6 Na qədər atom var. Yəni də 2 mol suda neçə atom var? 6 Na qədər. İndi bizə deyir ki, 2 mol demir, molekul suda neçə atom var? Birincisi deyərəm 2 mol suda neçə atom oldu? 6 Na. Axı 1 mol suda 3 Na'dır, 2 mol suda 6 Na qədər atom var. 2 mol suda 6 Na'dır ha. 2 molekul suda neçə atom var? 2 molunda bildinmi? Molekul adı gələn kimi molekula böləcəyik. 6 dənə atom var. Tənasib yolu belə bunun nədir? 2 molekul suda neçə atom var? Bax yazıram. 2 molekul suda neçə atom var? Molekulun altından bildiyimiz molekul yazarıq. Na. Yəni 6,2 vur 23. Atomun altında suda neçə dənə atom olur? 3 Na. 3 Na. Atomun altından atom, molekulun altından molekul. Bunlar gedəndə kənar hədlər hasili bərabərdir. Orta hədlər hasil ilə cavab 6 eləyir. Yəni 2 mol suda neçə atom var deyilsə 6 Na. 2 molekul suda deyilsə 6 Na-nı Na-ya böləndə cavab qalır 6. Və yaxud 2 mol suda neçə molekul var? İstənilən maddənin 1 molunda Na qədər molekul var. İstənilən maddənin 2 molunda 2 Na qədər molekul var. İndi məsələn deyilir ki, 8 qram hidrogen, bax yazıram 8 qram hidrogen və 89,6 litr oksigen. Bunların həcmlərini və kütlələrini müqayisə edin. Mən də deyirəm ki, 8 qram hidrogen olması üçün qabağına nə yazmalıyam? 2-ni nəyə vurum ki 8 eləsin? 4-ə. 2-ni 4-ə vuranda doğrudan da 8 qrama gətirdim. Və yaxud belə denən. 8 qram hidrogeni mola çevirim. Verilən qramı bildiyim qrama bölüm. 8 bölü 2 4 mol. Yəni mən bunun molunu tapdım. Və 89,6 litr oksigen neçə moldur? Verilən litri bildiyim litrə 22,4 litrə böləndə bu da eləyir 4 mol oksigen. Deməlidirsə bunların hansının qramları verilir? Bunun qramı verilir, bunun həcmi verilir. Mən də mola çevirdim. Hansının həcmi çoxdur? Bu da 4 moldur. Bu da 4 moldur. Həcmlər bərabərdir də. Bu da 4 vur 22,4 litrdir. Bu da 4 vur 22,4 litrdir. Amma hansının kütləsi çoxdur? 16 vur 2, 32 qramı 4-ə vurmaq var. 1 vur 2, 2-ni 4-ə vurmaq var. Əlbəttə ki, bunun kütləsi çox eləyər. Və ya sual verilir ki, eyni sayda molekulları olan azot. Az bax, deyir ki, azot və hidrogen verilib. Eyni sayda molekul var. Deyirəm, eyni sayda molekul nə deməkdir? Yəni, bunların molları bir-birinə bərabərdir də. İstəyirsən 1-1 yaz, 2-2 yaz, 3-3 yaz. Bu da 1 moldur, 1 Na qədər molekul var. Bu da 1 moldur, 1 Na qədər molekul var. İstəyirsən 5 yaz. Bu da 5 moldursa 5 Na qədər molekul var. Bu da 5 isə 5 Na qədər molekul var. Yəni, mənə deyir ki, eyni sayda molekullar olsun. Eyni sayda molekullar olsun. Əlbəttə ki, molekulların molları bərabər demək ki. Deyir, kütlələri müqayisə elə. Bunun kütləsi neçədir? 28 vur 2. 14 vur 2, 28 vur 1. Bu 28 qramdır. Kütləsi müqayisə elə. Bu da 1 vur 2, 2 vur 1, 2 qramdır. Əlbəttə, bunun kütləsi böyükdür. İndi sualı belə verər. Azot və hidrogenin eyni kütləli götürəriksə, eyni kütlədirsə, hansının həcmi böyükdür? Deyirəm, eyni kütləli. Bunun kütləsi nə qədərdir? 28. Bunun kütləsi nə qədərdir? 2. Axı, eyni kütlə deyil. 1 28-dir, 1 2-dir. Amma mənə şərt də nədir? Deyir ki, eyni kütləli. Eyni kütlə olması üçün bunu 28-i 2-yə vurum. 2-ni 28-ə vurum. Eyni kütləyə gətirdim də. Bunun kütləsi nə qədər elədi? 2 vur 28 56, 28 vur 2 56. Eyni kütləli deyirsə, birinci deyən şərti eləməliyik. Bəli, eyni kütləyə gətirdim. Hansının həcmi böyükdür? Hansı molekulun sayı çoxdur? Əlbəttə hidrogenin. 28 moldursa,
Həcmi neçə litr eləyər? 28, 1 mol 22,4 litrdir. 28 mol 28 vur 22,4. Burada isə 2 mol, yəni 2 vur 22,4 litrə bərabərdir. Bunları özünüz çevirməyi bacarmalısınız. İndi fizikadan da bilməlisiniz ki, rho bərabərdir, rho sıxlıqdır, sıxlıq. M böl V, M kütlədir, V-dəki həcmdir. Qazlarda, diqqətlə qulaq asın, indi mayelərdə, bərklərdə ayrı şeydir. Rho bərabərdir, M böl V-dir. Buradan da riyaziyyatdan bilərsiniz ki, M bərabər, bu məxrəci bir daxı, rho V. Burada da həmin şeydir də, M bərabərdir, rho V. Bu bərk və ya mayelərə aid eləyək. Mənə deyir ki, qazlarda rho M-dən necə asılıdır? Bunu fizikadan bilməliyiz ki, rho yuxarı ilə düz mütənasibdir, aşağı ilə tərs. Yəni, rho M-lə necə asılıdır? Əlbəttə ki, düz asılıdır. Düz asılı bax belə göstərilir riyaziyyatda. Amma bəs rho V ilə necə asılıdır? Aşağı ilə tərs mütənasibdir. Bu, qazlarda belədir, ha. Amma mayelərdə rho nə M-dən asılı deyil, nə V-dən asılı deyil. Yəni, məsələn, desək ki, saf X mayesi, bir dənə maye düşünək, su olsun deyək ki, saf maye. Rho M-lə necə asılıdır? Deyəsən, asılı deyil, rho dəyişmir. Və yaxud deyirik ki, rho V-dən necə asılıdır? Asılı deyil, yəni dəyişmir. İndi M bərabərdir rho V. İndi bunu yenə deyirəm, riyaziyyatda bilməzsiniz. M rhodan da asılıdır, M V-dən də asılıdır. Hər ikisi ilə düz mütənasibdir də. Deyirəm, M rhodan necə asılıdır? Qazlara baxıram ha hələ. Düz mütənasibdir. M V-dən necə asılıdır? Əlbəttə ki, düz mütənasibdir. Amma burada M rhodan asılı deyil. Və burada yazımda mayelər deyəndə, mayelərdə sıxlıq heç nəylə asılı deyil. Çox tardır. Qazlarda asılıdır, rho M-lə düz, V ilə tərsdir. M rho ilə də düzdür, V ilə də düzdür. Bildiyimiz bir şeydir bu. Amma maye adı gələndə mayedə rho heç nədən asılı deyil. Rho nə M-dən asılı deyil, rho nə V-dən asılı deyil. Bəs burada nədən asılıdır? M V-dən asılıdır. M-lə V-də düz mütənasibdir. Hardan bilirik düz mütənasibdir? Məsələn, mayedir. Bir düşünün ki, mayenin kütləsi çox olarsa, daha böyük həcmli qaba tökmək lazımdır. Böyük kütlədə sudursa, o daha böyük həcm tutacaq. Daha böyük həcm, bu da böyük olanda onda düz mütənasibdir. Tərs mütənasib biri böyük olanda o birisi az olmalıdır ki, bu tərs mütənasibə aid edilsin. Buna uyğun başqa bir məsələ deyək. Buna uyğun yox, başqasına uyğun. Məsələn, bizə deyir ki, məsələn deyir ki, hidrogen və oksigeni qarışdıraq. Sonra deyir karbon qazı və nəyi deyək, SO2-ni qarışdıraq. Bu birinci, bu ikinci. Bu qazları qarışdıranda havanın sıxlığına bərabər olan qaz hazırlamaq olarmı? Bu nə deməkdir? Havanın İmerin keçmişi 29-dur. Deyirəm ki, havanın sıxlığına bərabər olan qaz hazırlamaq üçün 2 dənə elə qaz götürmək lazımdır ki, birinin kütləsi 29-dan kiçik olsun, birinin kütləsi 29-dan böyük olsun ki, 29 həmin arada qalsın. Və yaxud desəm ki, hansı qazları qarışdırsam oksigenin sıxlığına bərabər qaz hazırlamaq olar? Oksigen 32-dir də. Elə 2 dənə qaz götür ki, biri oksigendən kiçik olsun, biri oksigendən böyük olsun. İndi burada məsələn deyirəm ki, havanın sıxlığına bərabər olan qaz hazırlamaq olar. O deməkdir ki, biri 29-dan kiçik, biri 29-dan böyük olsun. Hər ikisi 29-dan kiçik, hər ikisi 29-dan böyük olarsa, havanın sıxlığına bərabər qaz hazırlamaq olmaz. Deyirəm ki, burada 2-dir bunun kütləsi, burada 32-dir. Havanın sıxlığına bərabər olan qaz hazırlamaq olarmı? Əlbəttə olar. Biri 29-dan kiçikdir, biri 29-dan böyükdür. Gəl buna baxaq. 12 ilə 32 bölür 44. 32 ilə 32 64. Havanın sıxlığına bərabər olan qaz hazırlamaq olarmı? Ortada 29 yoxdur, 44, 45, 46 gəlib çıxır 64-də. 29 əvvəldədir. Yəni baxın, elə 2 qaz götürək ki, havanın sıxlığına bərabər olan qaz hazırlamaq o demək ki, hava 29-dur. 29-dan biri kiçik, biri böyük olmalıdır. Amma bu ikincidə havanın sıxlığına bərabər olan qaz hazırlamaq olmaz. Başqa birisini deyək. Məsələn, bizə indi deyilir ki, bizə indi belə bir şey verilir. Nə verilir? Deyir ki, karbon qazıdır və hidrogendir. Bunun molu olsun nü1, bunun molu olsun nü2. Birinci şərtdə mənə nə deyir? Deyir ki, nü1 bərabər nü2 olanda orta molyar kütləsini tap. İkincidə nü1 böyükdür nü2 olanda orta molyar kütləni tap. 3. Nü1 kiçikdir nü2 olanda orta molyar kütləni tap. Biz də nə edəcəyik?
Orta molyar kütle ilk anlayışlarda keçmişdik də. Bu çox ilk anlayışla bağlıdır. Orta molyar kütləni tapmaq üçün nə demişdik? Kütlələrin cəmliyib mollarına bölərik. Burada da deyir növ 1 bərabər növ 2, yəni bir-birinə bərabər. Təsəvvür elə bunun da molu 1-dir, bunun da molu 1-dir. İstəyirsən buna da 2 mol yaz, buna da 2 mol yaz. Heç bir fərqi yoxdur. Niyə yuxarı rəqəmlərə gedib çıxaq ki, aşağı ilə işləyək də? Eyni molda deyirsə, eyni bu da bir-birinə bərabər mollar. Orta molyar kütləsi nəyə bərabər olar? Deyirəm ki, orta molyar kütləni belə tapıram da, bunun kütləsini vur buna. 12 üstəgəl 32, 44 vur 1. Eləyir 44, üstəgəl 2 vur 1, 2. Orta molyar kütləni tapmaq üçün nə edirəm? Mollarının cəminə bölərəm. 46-nı da 2-yə böləndə 23 eləyir də. Deməli, bunların molları bir-birinə bərabər olanda orta molyar kütlə eləyir 23. Burada aldım 23. İndi baxın, deyir, növ 1 böyüdür növ 2. Bu böyüdür bundan. Nə edəcəm? Birinci bərabər hallarını hesablamaq lazımdır. Deyirəm, bərabər olanda orta molyar kütlə 23-dür. Kütlələrin cəmliyi böldüm mollarına. İndi növ 1 böyüdür növ 2 deyəndə növ 1 nədir? Bununkidir da. Bunun kütləsi 44-dür, bunun kütləsi 2-dir. Növ 1 böyüdür növ 2 o deməkdir ki, orta molyar kütlə necə alınacaq? Deyirəm, növ 1-i böyüdür axı. Orta molyar kütlə bu böyük olduğuna görə 44 ilə 23 arasında olan bir rəqəm. 44 ilə 23 arasında olan bir rəqəmi götürəcəyik. Amma növ 2 böyüdür növ 1-dən. Yəni bu böyüdür də bundan. Növ 2 böyüdür. Bunun molu bunun molundan böyüdür. Onda deyəcəm bu böyüdürsə 2 ilə 23 arasında olan bir rəqəm alınır. Məsəl üçün deyək ki, 12, 18, 20, 21, nə bilim 19, 5, 3 və s. Deməli, deyəndə ki, bunun molu bundan böyük olanda orta molyar kütlə neçə olur? Deməlisən ki, birinci bərabər olandan tapıb yazıram ortaya. Bərabər olanda 23-dür. İndi bunun molu böyüksə, 44 ilə 23 arasında rəqəm alınır. Yox, bunun molu böyüksə, bunun molu 2 böyük olanda bunun kütləsi ilə bu kütlə arasında, yəni 2 ilə 23 arasında bir rəqəm alınır. Sonra orta molyar kütləni biz ilk anlayışda keçmişdik. Burada da qısaca deyək. Məsələn, bizə xaç üsulundan da deyir belə də. Verilir ki, nə verilir? Deyir ki, 3 mol metan və nə qarışdırılıb? Deyək ki, azot qarışdırılıb. 3 mol metan və azot qarışdırılıb. Bizə deyir ki, bunların orta molyar kütləsi 20-dir. Bunlar qarışdırıblar, M ortası alınıb 20. Onda deyir, bunun həcmini tap. Bunu bilmirəm də A-dır. Elə deyil, bunu bilmirəm ki, bu A-dır. İndi mən də deyərəm ki, 2 yolla eləyə bilərik. Bir yolu nədir? Orta molyar kütlə 20-ni belə tapıblar ki, bunların kütlələrini cəmləyib molların cəminə bölüblər. Yəni 16 vur 3 48-in üstünə gəliblər. 14 vur 2 28 üstəgəl 2 28 vura 28-a bölüblər mollarının cəminə. 3 üstəgəl A-ya. Cavabı hesablayaq. 48 üstəgəl 28A bərabərdir. Bu 20 aşağı vurulur axı. 60 üstəgəl 20A. A-lar bu tərəfə gələndə, bu tərəfə gələndə neçə eləyir? 8A bərabərdir. Bu da bu tərəfə keçəndə neçə eləyir? 48, o da 6. 12 eləyir. 12 eləyir. Yoxsa testdə qoy dəqiq cavab alınsın, dəqiq eləyək də. Düzdür, belə də yaza bilərik. Qoy yazaq, deyib yoxdur. Eləyir 12. Belə elədi də. A da bərabərdir 12-ni 8-ə böləndə elə bir 2-yə çırparaq 6-nı 4-ə böləndə 1,5. Daha doğrusu A bərabərdir 1,5. A-nı istəyir də məndən deyəcəm 1,5. Başımı niyə belə yorum ki? Gələ belə eləyək də. Xaç üsulu deyir 3 mol metandır. Bilmirəm də neçəsə mol azotdur. Bunların orta molyar kütləsi 20-dir. Belə yazırdıq da xaç üsulunda. İndi nə edirəm? Dümdüz fərqi tapıb yazıram. 20-dən, hələ bu 3-ə baxmıram. 16-nı çıxanda neçə eləyəcək? 20-dən 16-nı çıxanda eləyir 4. Dümdüz aşağı yazdım. Sonra 28-dən 20-ni çıxanda neçə eləyir? Eləyir 8. İxtisar gedəndə bu 1, bu 2. Bu 2 elə ki buna aiddir. Bu 1 buna aiddir. Bu nə deməkdir? Mən buradan görürəm ki, metan 2 həcm olanda azot olur 1 həcm. Yəni azotun həcmi metanın həcmindən 2 dəfə az var. Metan neçədirsə 2 elədi də. Azotun həcmi 2 dəfə az oldu. Metan neçədir? 3-dürmü? Bunun həcmi 2 dəfə az olan 5. 1,5. Ya belə hesablayın, ya belə hesablayın. Heç bir fərqi yoxdur. Sonra bax sıxlığa belə verilir. Deyir ki, X2H4 qazının sıxlığı 1,125 qram böl santimetr kubu, yəni vahiddə verilir. Bu
bu qazın ümumilikdə bunun sıxlığı budur. X-in ayrını tapın. Ayır X-i tapın. Necə taparıq? Deyirəm ki, əgər bu maddənin rhosu verilibsə, avtomatik məsələdə M tapılmalıdır. M bərabərdir. Bayaq yazdıq ki, rho V düsturu var. Əgər rhomuz 1,25 verilibsə, qazın da həcmi bayaq dedik ki, 22,4 litr olur. M-i tapmaq üçün verilən rhonu bildiyimiz V-yə vururuq. Bu da eləyir cavab 28. Cavab 28 deyil amma. Mən nəyi tapdım? Əgər bu maddənin sıxlığı verilibsə, mən tapdığım kütlə bu maddənin kütləsidir. Yəni M-ridir. M-ri 28-dir də. M-ri 28 olanda X-i tap. Bunun M-ri 28-i necə tapıblar? 2-ni vurublar X-a, M-ri də tapılır da. Üstə gəl 4-ü vurublar 1-ə. 4 bərabər 28. 2x bərabər 24, x də bərabər 12. Deməli, bunun bir dənəsinin kütləsi 12-dir. 12-ni 2-yə vuranda 24, üstə gəl 4, 28. X-in ayrını tapdıq ki, 28-ə bərabərdir. Bu hələ maddə miqdarının şifahi hissələridir. İndi məsələ hissələrinə keçək. Məsələ hissələri də ilk anlayışlarda olduğu kimidir bəziləri. Necə? Məsələn, deyirəm ki, azot və hidrogen reaksiyaya girəndə, tez reaksiyanı yazırıq, tez əmsallaşdırırıq. 2 azot var, 2 azot, 6 hidrogen var, 6 hidrogen. Məsələn, deyir ki, 2 mol azot neçə qram hidrogenlə reaksiyaya girər? Neçə qram? Bayaq dedik ki, molun altına mol, qramın altına qram, litrin altına litr yazılır da. Molun altında reaksiyadakı mol. Reaksiyada bu azot neçə moldur? 1 moldur. Qabağında 3 olsa 3 yazardım. Molun altına reaksiyadakı molu yazaram, tənasib qururam. Qramın altına reaksiyadakı qram. 1 vur 2, 2 vur 3, 6 qram. Bax, qramın altına qramı yazdım. Molun altından mol qabaqdakı deməkdir. X-a doğru getməliyik də. Yuxarı çıxanda 2 dəfə artdı mı? 2 dəfə artacaq. Cavab eləyəcək 12 qram. Ya da yazırsan ki, X bərabər kənar hədlər asili orta hədlər asilinə bərabərdir. Və ya H2 üstə gəl O2 alınır 2H2. Əmsallaşdırıram. Deyir ki, 18 qram su əmələ gələn zaman üstünə yazıram 18 qram. Neçə litr hidrogen reaksiyaya girər? Hidrogenin üstünə qoyacağam ki, neçə litr? Nə deyir onu yazıram da. 18 qram su alınanda neçə litr? Qramın altından reaksiyadakı qram. 12, 2 üstə gəl 16, 18 vur 2, 36 qram. Litrin altına reaksiyadakı litr. Deyirəm, reaksiyada neçə mol qaz var? 2 mol. Əgər 1 mol olsaydı 22,4 litr yazardım. 2 mol olduğuna görə 2 vur 22,4 litr. X-a doğru çıxmalıyam da. 2 dəfə azaldı. Bunu 2 dəfə azalt. 2 vur 22,4-ü 2-yə bölsəm cavab eləyər 22,4. Riyaziyyatda kənar hədlər asili orta hədlər asilinə bərabərdir. Və yaxud mol maddə miqdarından başqa nə deyək? Məsələn, 2H2 üstə gəl O2 alınır 2H2O. 18 qram su əmələ gələn zaman, tez yazıram 18 qram su əmələ gələn zaman neçə litr qaz qarışığı girər? Neçə litr? Neçə litr qaz qarışığı reaksiyaya girər? Mən də deyirəm qramın altına qram yazaram. Reaksiyadakı qram 18 vur 2, 36 qram. Litrin altına reaksiyadakı litri yazaram. Reaksiyada da ikisini bir yerdə istəyir də bizdən. 2 mol budur, 1 mol budur. 3 moldur da. Litrin altından 3 mol yaza bilmərəm. Bax, 3 vur 22,4. 1 mol olsaydı sadəcə 22,4 litr yazardım. 3 mol olduğuna 3 vur 22,4. Yəni litrin altından hökmən litr yazmalıyam. Qramın altından hökmən qram yazmalıyam. Deyirəm, bu 2 dəfə azaldı mı? 3 vur 22,4-də 2 dəfə azaldı. Yəni bunu 2-yə bölmək lazımdır da. Bunu 2-yə böləndə riyaziyyatdan, bunu da buna vuranda 33,6 edir. Yəni bu hissələrin hesablaması tam riyaziyyata aiddir. Və yaxud mənə deyir ki, 2H2 üstə gəl O2 alınır 2H2. Sual verir ki, 100 qram su əmələ gələn zaman neçə qram qaz qarışığı reaksiyaya girər? Neçə qram? Heç bunu hesablamaya ehtiyac yoxdur uşaqlar. Hesablama yolunda deyəcəm. Girən kütlə əmələ gələn kütləyə bərabərdir. Əgər 100 qramlıq maddə əmələ gəlibsə, deməli bu girənlərin kütlələri bir yerdə 100 qramdır. Girən həcm əmələ gələn həcmə bərabər deyil ha. Girən kütlə əmələ gələn kütləyə bərabərdir. Əgər 100 qram kütlə əmələ gəlibsə, 100 qram da qaz qarışığı girməlidir. Lap hesablayaq. 100 qrama görə neçə qram qaz qarışığı girər? İkisi. Qramın altına bunun qramını yaz. 18 vur 2. 36 qram. Bu qramın altında 2 qram bir yerdə. 32 ilə 4-ün cəmi 36. 36 qrama 36 gedirsə 100 qrama da 100 gedəcək. Bir də bunu niyə hesablayaq ki? Girən kütlə əmələ gələn kütləyə bərabərdir. Əmələ gələn 100 qramdırsa, girən də 100 qram deməkdir. Və yaxud belə verilir. Məsələn, deyir ki,
1 mol su əmələ gələn zaman neçə qram qaz qarışıq reaksiyaya girər? Molun altında mol yazacağım. 2 mol. Qramın altında bunun qramın. 4 üstə gəl 32. 36 qram. 2 mola görə 36-dır riyaziyyatdan. 1 moluna görə nə qədərdir? 18 qram. Və yaxud belə niyə hesablayım ki? 1 mol su əmələ gəlib. Deyir neçə qram qaz qarışığa girər? 1 mol suyun qramı nə qədərdir? 18 qramdır da. Yəni 1 mol su demək 18 qram maddə əmələ gəlib. Neçə qram qaz qarışıq reaksiyaya girəcək? Elə 18 qram da reaksiyaya girər. Həcmin artmasının, azalmasını da deyim, ilk anlayışda keçmişik. Məsələn, verilir ki, 2H2 üstə gəl O2 alınır 2H2O. Bizə sual verilir ki, bu reaksiyada həcmin 2 litr azalması zamanı neçə litr hidrogen reaksiyaya girər? Bax, nə deyir? Tənasib qururam da. Həcmin 2 litr azalması zamanı neçə litr hidrogen girər? İndi mən reaksiyaya baxmalıyam. Bunun altına reaksiyadakılar yazılar. Azalma deyəndə azalmaya baxım. Deyirəm ki, 3 həcm qaz girib, 2 həcm maye əmələ gəlib. Yəni 3 həcmdən 2 həcmə gəlib. Bax 3-dən 2-yə neçə həcm azalma var? Görürük 1 həcm. Deyirəm əgər 1 həcm azalma olanda, litrli həcm deməkdir. 1 həcm azalma olanda hidrogenin həcmini istəyir. Hidrogen həcmi nə qədər girir? 2 həcm hidrogen girər də. Bu reaksiyada 3-dən 2-yə gəlib. Bu reaksiyaya mən baxanda deyirəm 1 həcm azalma var və 2 həcm hidrogen girir. Bəs 2 həcm azalma olanda neçə litr hidrogen girər? Bu da eləyər 4 litr hidrogen reaksiyaya girər. Bir dənə də azotdan deyim. Azotla hidrogenin reaksiyasından kəskin ilə amoniak qazı alınır. Hökmən reaksiya əmsallaşdırılmalıdır məsələ əlində. Deyir bu reaksiyada həcmin 1 litr azalması zamanı neçə qram amoniak əmələ gələr? Mən də deyirəm ki, azalma deyir, azalmaya bax, reaksiyaya bax. 4-dən 2-yə gəldi. 4-dən 2-yə gəldisə 2 litr azalma var da. 2 litr azalma olanda amoniakın qramını istəyir. Burada amoniak nə qədərdir? 14 üstə gəl 3, 17 vur 2. 34 qram amoniak əmələ gəlib. 1 litr azalma olanda neçə qram amoniak əmələ gələr? 2 dəfə azın deyərik. Və ya sual verilərdi ki, 1 litr azalma olanda neçə litr qaz qarışıq reaksiyaya girər? Neçə litr qaz qarışığı girər? Azalmanın altından azalma yazdıq. 4-dən 2-yə gəlib azalma. Neçə litr qaz qarışığı girər? Girənlər nə qədərdir? 3-lə 1 qaz qarışığı bir yerdə eləyir 4. 4. Yəni 2-yə görə 4-dür. 1-ə görə neçədir? Bunları ilk anlayışlarda keçmişik. Burada təzə məsələ həllində təzə iş nə deməliyik? Bayaqki qaydaları öyrənirsiniz. Bir də maddə miqdarında artıq qalma məsələlərində çəkib bu dərsdən sonra atacağam. Hələlik uşaqlar.